Hər kəsə salam. Qulaqarda olaraq bugün Entinola'nın yerli artist Çətin trackını analiz, daha doğrusu reaksiya videosunu çəkəcəyik. Rejissor Musayib Qasımov, ikinci operator Zaur Cavadov, dizayner Xan Cəfərli, geyim Günahdan Səbirdən, copywriter Fərid Əsgərov, xüsusi təşəkkürlər və s. Deməli, musiqisi Entinoli, aranjman Noisy, səs uzlaşması Mari, yerli Records, beat müzik, okey. Getdik. Artıq o saksafon solosu mənə bu trackin çox fərqli olduğundan danışır. Bizim artistlər mənə elə gəlir ki, çox zaman, xüsusən məşhur artistlər çox zaman unudurlar ki, trackin ilk 10 saniyəsi sənin dinləyicini əldə saxlama müddətindir. Yəni sən burada fərqlisənsə, özünü fərqli göstərmək istəyirsənsə, o ilk 10 saniyəni, 20 saniyəni nəzərə almalısan. Mən tracki açanda məsələn bu saksafon solosunu istənilən radio deyim və yaxud fərqli bir mənbədən deyim eşitsəm, mən bu tracka dayanıb nəfəs almadan qulaq asaram məsələn. Aranjman o qədər önəmlidir ki, yaxşı, çox yaxşı switch'dir. Bunlar AI deyil də, yəni bu qədər hamısı real çəkilir. Qulaqlarım vurur özün karlığa, peşmandır gözlərim gördüklərindən. Mən sussam danışmaq istəyər dilim, necəsə doğrudur kəlmələrimdən. Yer edər sözlərim qəlbədə. Vizuallar çox möhtəşəmdir, mən belə gözləmədim. Gələrdi hər cürə qələt əlimdən, ötürdüm boşuna hədərə illər, dikəldim hər dəfə bitər. Minlərlə qətil, törədən bu əllər ucalar yuxarı çətin. Durmasa mətin, aldanan külfətin çürüyər ləti, yalanın qısa müddəti, edəcək qəlblərə gerçək. İcra çox möhtəşəmdir. Güllə səsi ilə bütün. Təcəllah ki, ac qalsa yeməsən bir-birinin ətin. Çətin, çətin. Sanki çoxda bir dil bilmir, bilənlər dindirmir, bir-birini bilinmir kim. Qalar o qurd ilə qiyamətə qədər bəsləsə qəlbində kim. Ruh halın nikbin, bitkin, baxışlar dikmin, gözləri vara dövlətə. Sərvətin bilgidir, bil ki, ötürə bilərsən onu millətə. Təsadüf deyilən şey yoxdur, anla ki, heç bir şey birdən birə döl. Dözmürsən gir qəbirə öl, ya da qaç get buradan didərginə dön. Üzümdə qırışdan büzülən cizgi, axtardım yaxşını, unutdum pis kim. Ürəyimi göstərən gözlərim güzgü, aldanmaq onlara riskli. Boşuna döyçənə sabaha oyandım dinənə möhkəmə. Sənələ döyçənə zirvəyə ucalan pəkənəm. Təkən bu ormanda ağacam yekələn. Ətrafım dostlarım dörd tərəf. Yaşamaq sökənə çevirir, insanın sonunda özünü itirən nə gələr. Bunların hamısını canlı eləmişsiniz, nə edirsiniz, nə yaşayırsınız? Möhtəşəmdir. Klip ayrı möhtəşəmdir. Minimal işlənilib, çox uzun deyil, 2 saniyə, 2 dəqiqə 20 saniyə, yəni. Kəşki uzun olardı dediyimiz tracklərdən deyəyin ki. Ətrafım dostlarım dörd tərəf. Yaşamaq sökənə çevirir, insanın sonunda özünü itirən nə gələr.
Mənim həmişə təbii ki, indi qulaq ardını izləyənlər bilmirəm bilir ya yox. Film musiqisində ümumiyyətlə film bəstəkarı kimi işlədiyim ən belə deyim də filmdə olan ən yaxşı texnika, səs və görüntü uzlaşmasında ən sevdiyim texnikalardan. Texnika desəm, yəni texnika deyil əslində, amma xüsusiyyətlərdən biri də budur ki, ritm üzərinə vizualı yerləşdirmək, yəni ritm dəyişəndə vizualın dəyişməsi və sair bunu bütün filmlərdə yoxlayıram və görürəm ki, uşaqlar bu şeyə çox diqqət eləyiblər. Yəni ritm dəyişəndə məsələn ritm girəndə burada vizualın dəyişməsi bu o qədər önəmlidir ki, vizual üçün ümumiyyətlə dinləyiciyə bunu aşılamaq çox möhtəşəm olub. Hamını təbrik edirəm. Bizim belə estetik beat və kliplərə ehtiyacımız var. Ona görə də xahiş edirik daha çox relizlər edəsiz, dayanmayasız.